Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastrukturun təminatı məqsədi ilə bir sıra iri həcmli layihələr icra olunur. Bölgə TV bildirir ki, bu barədə iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti VAKS-in sorğusuna cavab olaraq məlumat verib. Bildirib ki, Dərnəgül, Başxanov, Qaraçuxur, Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzə üzrə gətirici kanalizasiya kollektoru və tullantı suları üçün su təmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sularının su təmizləyici qurğu, sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti quruculuq işləri icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı su basma hallarının qarşısının alınmasına imkan yaradacaq, deyə məlumatda qeyd olunub. Dilbər Vüqar qızı, Bölgə TV.